Valideynlər, bugün sizləri kanalımda xoş gördüm. Bugün sizlərə məktəbə hazırlaşırıq kitabını izah edəcəm. Gəlin başlayaq qaldığımız yerdən. Deməli biz qalmışdıq. Burada qalmışdıq. Buraları etmişdik, buraları da etmişdik. Deməli biz qalmışdıq M hərfində. Bugün sizinlə keçəcəyimiz hərf M hərfidir. Gəlin M hərfi ilə tanış olaq. M hərfi və səsi ilə tanış olaq. Hər şəkildə nə təsvir olduğunu söylə və bu sözün hansı səslə başlandığına diqqət et. M hərfini isə rəylə. Bu deməli məqsədi bu mişar, masa, maşın, moroq və meymun. Deməli bunların hər biri M hərfi ilə başlayır. Gəlin M hərfimizi rəhləyək. Tutaq ki, M hərfimizi rəhləyə bilərik qırmızı rənglə. Gəlin qırmızı rənglə rəhləyək. Deməli ilk öncə bu hissədən rəhləyirik. Sonra bu. Sonra isə baxın bu qıraqlarını etdikdən sonra qıraqlarını etdik. Sonra isə belə gəlirik, belə edirik. Deməli siz bu qaydada rəhləyəcəksiniz. İndi isə keçək aşağıdakı tapşırığımıza. Deməli deyək ki, M hərfini xətt düzəcək. Hər şəkildə təsvir olunduğunu bir söylə. Əgər söz M səsi ilə başlarsa, həmin şəkli M hərfi ilə birləşdir. Deməli biz gəlin M hərfimizi xətləyək. Bu qaydayla xətləyək. İndi isə M hərfi ilə başlayanları birləşdirək. İlk şəklimiz meymundur. Bəli. Top, xeyir, T ilə başlayır. Nar, N ilə başlayır. Maşın, M ilə başlayır. Mişar, Əlisə Ə ilə başlayır. Gəlin indi isə keçək səhifə 71-ə. Deməli buradakı sözdəli A və M hərflərini tap. Onların yerləşdiyi xanaları nümunəyə uyğun rənglə. İlk hərfimiz M-dir. İkinci hərfimiz A, L, A. M-ni yaşıl. Can yaşıl edirik. M yaşıl olur. A, sarayı. Sarayı etdirəklədik. L isə narıncı olur. Daha doğrusu sarı. Aşağıdakı tapşırıqda deyir ki, M hərflərini xətti düzəcək. Alma və mala sözlərində birinci can hərflərini qırmızı, ikinci isə göy qandırsacaq. M hərflərini xətti düzəcək. Məsələn, ikisini nümunə olaraq göstərəcəm. Deməli, baxın belə etdik. Alma və mala sözlərindəki birinci can hərflərini qırmızı. Al. Gəlin bunları al. Ma. Deməli burada mavi rəngdə olacaq. Baxın bu qaydada. Ma, la. Burada isə qırmızı rəngdə olacaq. La isə mavi. Deyir ki, şəkildə nə təsvir olunduğunu söylə. Sapa düzülmüş muncuqları həmin sözünün səslərini əvəz edir. Sarı və yaşıl muncuqlar hansı səslə əvəz edir. Gəlin deməli, burada təsvir olunan şəkil masadır. Gəlin bura masa sözünü yerləşdirək. Deməli, bura yazırsınız M, A, S. Deməli masa yazdıq. Deyirdi ki, sapa düzülmüş muncuqlar sarı və yaşıl muncuqlar hansı səslə əvəz edir. Sarı muncuq M hərfini, yaşıl muncuq A
hərfini əvəz edəcək. Deyək ki, hər şəkildə nə təsvir olunur? Bir söylə. M səsinin sözün əvvəlində, ortasında və ya sonunda işləndiyini müəyyən et. Həmin şəkil uyğun çərçivə ilə belə. Deməli, şəkildəki armuddur. Armudda M hərfi ortada gəlir. Ona görə də ortadakı M hərfi ilə birləşdirəcək. Şam sonunda M hərfi gəlmiş, M ilə başlayır. İstəməni M ortada gəlir. Meymun M ilə başlayır. Qələm isə M ilə bitir. Aşağıdakı üstün xətt var, onu isə yazacaqsınız. Deməli, gəlin yazaq. Baxın, mən sizə burada balaca deyil, belə yazacaq. N T L M. Deməli, bu qaydada yazırıq. İndi isə keçək səhifə 72-yə. Burada isə M hərfi ilə tanışaq. M hərfi ilə xətt düzəcək. Can çəkək. Sizə nümunə olaraq birini göstərəcəm. Bu qaydada eləyirsiniz. Deməli, altdakı tapşırıqda deyək ki, kiçik və böyük hərf cütlərini eyni rəngli qarandaşla xətt düzəcək. Sonra isə onları birləşdirin. Deməli, gəlin onları xətt düzə çəkək. Bir dəqiqə. Can. Daxçının hərfini belə edəcəksiniz və yaxud da ki, A hərfini bu qaydada edəcəksiniz. Onları isə birləşdirəcəksiniz. A, M, Ə, T, M və L. Bu qaydada birləşdirirsiniz. Sağ olun, yeni videolarda görüşərək.